Gəlin sabahın hava proqnozunu birlikdə izləyək. Azərbaycanda aprelin 3-də 26 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacaq ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.